ora məktəb idi. Bayaq dedim 7 Fatihə var, aya, 7 dəfə Kəbəyə dönürük. Görürsən, saat istiqamətinin əksi ilə biz dönürük. Niyə? Ürəyimizi Kəbəyə tərəf veririk. O ki, fırlanırıq başına Kəbənin tavaf edirik. Yəni, Allah, mən gəldim, qəlbən sənə bağlı oluram. Çıxart qəlbimdən şeytan vəsvəsələrini, dünya məhəbbətini, dünyanın eş işrətini, gəlmişəm qapıva, qəlblə, bax, sənin evin, göndərdiğin o Həcər-ül Əsvad daşına, başına dolanıram ki, məni ürəklə, qəlbən sənə bağlıyam və qəlblə sənin əmrlərinə tabi olacağım. Bir alim gör nə deyir, üzr istəyirəm, cavanlar eşidin. Bir alim deyir ki, birinin qəlbində məhəbbət var, məsəl üçün müasir maşınlarından. Maşının adını çoxunu bilmirəm. Bir dənə Lexus, mən də alardım. Qulaq az, əgər deyir sənin qəlbində o maşına məhəbbət varsa, ora qarajdır, orada Allah yerləşməz. Qəlbdə görə Allah sevgisi olar. Salam aleyküm. Aleyküm salam. Qəlbdə görə Allah sevgisi olar. Deməli, Maliki Yevmiddin, haqq hesab gününün sahibidir Allah. O məhkəmədə bizim əməllərimizi Allah yoxlayacaq və İnşallah hamıya Allah cənnət kəramət eləsin, qiyamət günü oradan yönələcək insanlar. Dəftər onda veriləcək, sağ ala ya sol ala. Sağ ala verilən dəftər cənnət sahibləridir, sevinç içindədirlər. Sol ala verilən dəftər, əziz cəmaatımız, günahkarlardır. Üz qaralar, üz saralar, üz toz torpağa. Demək, belə deyim, dönəcək, yəni o cür narahat vəziyyətlə, belə deyim, üzü toz torpaqlı, qəm, qüssə içində saralacaq, hey peşman olacaq, dünyada Allah mənə möhlət vermişdi. Mən eləyə bilirdim, Allahın əmrinə tabi olub. Məsəl üçün, böyük alimlər elm ki verib ona, sevinəcək kim o elmdən Allah bəndələrinə fayda verir. O alimlər ki yox, o elmin dəyərini bilməyib, fayda verməyib, çox peşman olacaq. Əziz cəmaatımız, pullu, yəni imkanlı qardaşlar var ki, zəhmət çəkirlər, dolanırlar, işimiz yox. O pullu olan ticarətlə və s. məşğul olan bir iddə cəhənnəmə düşəcək, peşman olacaq, bir iddə cənnətə düşəcək, sevinəcək. Həmin cəhənnəmə düşən imkanlı, var dövlət sahibi çox peşman olacaq. Niyə? Baxacaq o birinə. Onun da pulu var idi, mənim də var idi. Hətta mənim ondan da çox idi. O pulla cənnəti qazandı, mən bu pulla odu qazandım. Çox peşman olar. Yenə əzizlər, eşidin sizə qurban. Orada peşman olan biri bu olacaq ki, eşidin, bilirsiniz, mən yazıca sallam. Deyər, mən dünyada niyə Əli əleyhissalam, yəni Peyğəmbər əleyhissalamdan gələn 12 haqq canişinə düşmən oldum. Eşidin cavanlar, çox peşman olacaq. Mən niyə dünyada bu imamları tanımadım? İndi artıq gecdir. Elələri var, peşman olacaq. Niyə mən ömrümdə bir Cəfər-i Sadiq əleyhissalamın hədisini öyrənmədim? Burada o mənə köməyimə çatacaq. Yəni bugün Peyğəmbər deyirsə, bu Allahın sözünü deyir. Ay sizə qurban. Amma yəntiq ənil hava, öz istəyi ilə demir Peyğəmbər. Bəs Peyğəmbər demədi mi, məndən sonra yapışın Qurandan və mənim 12 imamımdan? Necə olur Lev Nikolay Tolstoy deyir ki, Həzrəti Hüseyin olmasa, o Quran dəyişərdi, ancaq İsa'nın və Musa'nın imamları öz Quranlarını dəyişdirdilər. Müdafiəyə çıxmadılar. İncil də dəyişildi, sən deginən. Tövrat da dəyişildi. Kim onların deyir, Hüseyin kimisi olmadı. İndi bugün Həzrəti İmam Hüseyin Kərbala zəvvarları ki, axışır gəlirlər. Görürsünüz nə qədər insanlar gedir. O onu qazanır. O da bəndə idi. O da bizim kimi yaşayırdı. Ancaq haqq səsini görürsən, zalıma dedi və heyhat minə zillət, zillət baş əymərük. Mənim babamın gətirdiyi din əldən çıxır. Əgər mən Yəzidə beyət etsəm, Yəzid öz istəyi ilə İslamı rəvac verir,
Bunu mən qəbul etmərəm. Həl min yansur nasir. Ay cəmaət, ay Peyğəmbər ümməti. Kömək edən varsa mən hərəkətə başladım. Nəyə? Peyğəmbərin ümmətini islah etməyə. Köləlikdən azad etməyə. Sizə qurban. Buranı yaşatmağa. Bak öz hak səsini çıxartdı. 1387 ildir unudulmur da bundan sonra kıyamet gününəcən unudulmayacaq. Niye unudulmayacaq? Çünkü o uşaq idi, hələ 7 yaşda idi. Alamlara rəhmət göndərilmiş Məhəmməd Peyğəmbər onu qucağında, dizində gəzdirəndə, onu ziyarətə gələnlərə deyirdi: ay cəmaət, bu Hüseyn minnu ana min Hüseyn. Bu məndən, mən də ondan. Mənim nəvam, balam, ətim, canım mənimdir. Mən də ondan, yəni o bir gün haqq səsini çıxartsa, mən də ona ləbbeyk deyərəm. O nə deyib, elə mənim sözümü deyib. Və o məhəbbət qəlblərə Allah salacaq, qiyamət gününəcən o unudulmayacaq. Ancaq təəssüflər olsun cavanlar, sizdən uzaq. İnternetdə, sosial şəbəkələrdə baxıram. Tanıyan, tanımayan, bilənlərlə demirəm. Elə narahat sözlər yazırlar, Allah onları bağışlasın. Bir kəsi Allah qaldırıbsa, onu heç kim yıxa bilməz. Nə Stalin onu yıxa bildi, nə Lenin, nə Karl Marx, nə Saddam Hüseyin, nə Bəni Ümayyə hakimiyyəti Abdülməlik İbrahim, nə Bəni Abbasilər, Harun Rəşid, Məmun, Mütəvəkkil, Mötəz və s. Hazreti İmam Hüseynin nə qədər qadağal qoydular. O qəbri alt üst etdilər. Hərat çayını o qəbristanlığa bıraktılar. Bu mümkün deyil. Bugün də görürsünüz. Və siz bir miqdar bilirsiniz. Məsəl üçün Saddam Hüseynin aqibətini yaxın tarixdir. Onun evi, eşiği, kürsüsü nə idi bilirsiniz, keçirəm. O da İmam Hüseynə qarşı gedib. Onun zəvvarlarının qabağını alıb çox hörmətsizlər edib. Bu bizim yaxın tarixdir, var bu. Sonu nə oldu? Hardan çıxdı? Bunlar bizə ibrətdir. Kim yaşadı? İbrətdir. Salavat şekləyək. Allahümme sallallahu Muhammed. İyyaka nabdu və iyyaka nestağin. Növbəti aya budur ki, ilahi, sənə sığınıram, səndən istəyirəm. İhdinə siratal müstəqim. Mənə düz yolu öyrət. Rəhbər sən ol. Siratallazinen en'amte aleyhim. O yolu gediblər, razı qalmısan. Nemətlərə qərq etmisən. O kəslərin, məsələn şəhidlər, alimlər, təqvalı, mömin, abid, səxavətli insanlar, Allah əməllərindən razı qalmısan. İndi cənnətdə onlara yer vermirsən, bizi onlara, o yolu gedənlərdən elə. Onlara tərəf getdiği yolu bizə bələdçi ol, öyrət. Siratəl-ləzînən ən'amtə aleyhim, qeyril məğzub aleyhim və ləzzalin. Qəzzəbə gəlib. İlahi, azğın idilər. Dünyada fəsad, küfür əhli idilər. Cəhənnəmdə yanırlar. Bizi o yolun dalınca aparma, onlar cəhənnəmlikdir. Bax, burada Fatihə surəsində Allah yeganə surədir ki, cəmaət, qurtardım mən. Bir özünü təqdim elədim, mən kiməm? Alamları xalq edən, dolandıran, asayişini çəkən, ruzisini verənəm. Həm sənə şükür, tərif, alqış mən üçündür. Dünyada hamıya rəhm edib, ahirətdə tövbə edib namaz qılana rəhm edənəm. Maliki yolum edin, məhkəmə quracağım, sonra bu dedi özündən. Sonra bizim dilimizlə deyir, İyyaka nabdu və iyyaka nesta'in. Ey Allah, sənə sığınıb səndən istəyirəm. İhdinə siratal müstəqim, düz yolu. Qulaq as, mən qurtardım. Peyğəmbər deyir ki, Fatihə qapı döyülən surədir. Sizə an verirəm, cavanlar. Böyüklər burada əzizlərimizdir, ona görə cavanlara ərk edirəm. Böyüklər bizə yol göstərən əzizlərdir. Peyğəmbər buyur, Fatihəni çox oxuyun, öyrənin. Çünki qapı döyülən surədir. Dedilər, necə? Dedi, çünki bir nəfər səndən küssə, dünyada var belə. Gedərsən onun qapısına, istəyirsən ondan barışasan. Xahiş edirəm. Qapını döyürsən. O da içəridən, mən müasir danışıram. İçəridən, o gözlükdən baxır. Görür mənim, ona kin olan qohumumdur, məsələn, tanışımdır. Qapını açmır. İstəmir onu. Sən o qapını yenə döyürsən.
israrla döyəndən sonra içəridən qapını açır, nə istəyirsən? Barışmaq istəməsə də açır, deyir, nə istəyirsən? Bax, Peyğəmbər buyurur, biz bilməyərək, bilərək günahlar eləmişik, Allah ki bizdən küsüb, əmrini pozmuşuq. Gedin qapını döyün, o üzünüzə açsın. Və qiyamət günü, sizə qurban, eşidin, siz deyir, Fatihəni bilsiniz, Fatihəni öyrənsiniz, deyir, qiyamət günü Allah sizə nəzər salıb, sizi bağışlayacaq, əgər Fatihəni öyrənsiniz. Niyə? Cavabı budur. Çünki orada qapını döymüsən, ey Allah, sənə sığınıb səndən istəyirəm. İhdinə sırat-ı müstəqim, mənə düzgün yolu göstər. Sirat-səllezin ən'amtə aleyhim, razı qaldın, nemətlərə qərq etdiğin o bəndələrin yoluna, onlara yanına, qəzzəbə gələn, cəhənnəmdə yananların dalınca yox. Bax, buyurur, bu söz Allah'a deyirsən, Allah vacib bilir, səni yönlətsin. Kim özün demirsən axı? Məni düz yola yönəlt. Nemət verdiyin kəslərin yoluna yönəlt. Sənə sığınıram, ey Allah, səndən başqa heç kimə. Buyurur, sən bunu de, Fatihəni öyrən, qiyamət günü Allah sənə yol göstərər. Əgər Allah eləməsin, göstərməsə, Allah müttəhim olur. Deyir, Allah heç vaxt özünü müttəhim eləməz. Sən qapını döymüsənsə, o da sənə yol açmağa qadirdir və yol açacaq. Allah'a and verirəm. Öz böyüklük xətrinə, göndərdiyi o Quranın, and içdiyi o Quranın xətrinə, elə o Fatihə surəsinin hürmətinə bizi düz yola yönəlsin. Bəyəndiyi bəndəçiliğə müvaffaq eləsin. Allah əziz şəhidlərimizi rəhmət eləsin. Allah ordumuzu, əskərlərimizi, zabitlərimizi qorusun. Allah bayrağımızı dünya bayraqlardan uca eləsin. Allah qazilərimizə şəfa versin. Xudavan da Allah Taala bizə zəfər bəxş edibdir cəmaat. Bu zəfəri, bu qələbəni, bu əmniyyəti qiyamət günəcən qərar versin.